bugün çoxalma ontogeniz mövzusundan, tip toplusundan 74-cü sualın izahına baxaq. Əgər hüceyrələrin sayı n, onların hər birində xromosomların diploid sayı x-dirsə, bu hüceyrələr meyoz bölünməsindən əmələ gəlmiş hüceyrələrdə cəmi neçə xromosom olar? Uşaqlar, biz bilirik ki, meyoz bölünmədə bir ana hüceyrə bölünür, 4 dənə hüceyrə yaradır. Bu 4 hüceyrələrin xromosom sayı ananın xromosom sayından 2 dəfə az olacaqdır. Və bizdə diploid xromosom dəstini x-lə işarə edib, yəni 2n-i x-ə bərabər edibdir. Əgər x-dirsə 2n-imiz, biz dedik ki, bir hüceyrədən necə hüceyrə yarandı? 4 hüceyrə yaranacaqdır. Yəni bu hüceyrələrin xromosom dəsti x bölünsün 2 olacaqdır. Və bizdə əmələ gəlmiş hüceyrələrdə xromosom dəstini soruşduğu üçün, baxın, bir dənəsində bu şəkildə olacaqdır. Yazıram bura. Əgər bunu mən x-dən işarə eləmişəmsə, alınan 4 hüceyrə x bölünsün 2, x bölünsün 2, x bölünsün 2 və x bölünsün 2. 4 hüceyrəni soruşduğu üçün, birini soruşsaydı bu idi. 4 hüceyrəni soruşduğu üçün x bölünsün 2 vurulsun 4. Olar x sadəcə 2x və en saxta hüceyrə dediyi üçün 2n x. Hüceyrənin sayını isə vuracaq xromosomların sayına. Sağ olun, bu qədər.